Bismillahirrahmanirrahim və bihi nəsta'in innehu xeyru nasirin və mu'in və sallallahu ala seyyidina Muhammedin və əhli beytihi tahirin və la'natullah ala a'daihim a'da'allah ila liqa'illah amma ba'd. Allahumma vaffiqna lima tuhibbu və tarda. Allahun lütfü inayəti ilə bu günləri ibrətamiz hekayələr və hadisələr dərsində bəhsimiz yenə də elmin qiyməti mövzusundadır. Rivayətdə mərhum Əllamə Məclisi özünün Biharul Ənvar kitabında bu mövzu ilə əlaqədar hadisəni bu cür qeyd edir ki, iki dənə qadın Həzrəti Zəhra salamullah əleyhanın yanına gəlir. Bu iki qadınlardan biri müsəlman idi, digəri qeyri-müsəlman idi. Bunların dini bir məsələ, inanc məsələsi üzərində bəhsləri düşür. Və hər ikisi gəlirlər xanım Zəhra salamullah əleyhanın yanına. Diqqət edin, əcibdir. Xanım Zəhra, bunu inşallah ibrətlər hissəsidir deyək. Hər ikisi gəlirlər və hər ikisi məsələni ona deyirlər, hökm ver. Hansımız düz demişik, hansımız səhv demişik. Xanım Fatimə Zəhra salamullah əleyha görür müsəlmanı, qadını düz deyir. Diqqət edin, rivayətdə necə gəlir? Xanım Fatimə salamullah əleyha dəlillə, sübutla müsəlman qadının dediyini təsdiqləyir. Müsəlman qadını sevinir. Və xanım Fatimə Zəhra salamullah əleyha buyurur ki, bilirsən ki, mələklər səndən daha çox sevinirlər və bilirsən ki, şeytanı və tərəfdarları daha çox bu biri qadından çox kədərlidirlər, qüssəlidirlər. Rivayətin bu hissəsində İmam Həsən Əskəri əleyhissalam qeyd edir ki, qeydin məzmunu rivayətdən bu cürdür ki, Allah Teala min savab verdi xanım Fatimə salamullah əleyha. Bunun müqabilindəki elmi yolla müsəlmanı sevindirdi və İslam düşmənini elmi dəlil yolu ilə nabud elədi. Və rivayətin ardınca bu gəlir ki, bəli, bu savab hər bir alimə də şamil ola. O alimə ki, onlar da elmi dəlillər vasitəsilə mümini sevindirə və iman əhlinin düşmənlərin, İslamın düşmənlərin elmi yolla onları nabud eləyərlər, onları təslim edərlər. Məlum oldu? Bu hadisə. Amma bu hadisədən götürəcəyimiz ibrətlər hansılar? Birinci bu idi ki, diqqət edin. Elm inkişafı məlum olur ki, elmi söhbətlər, elmi müzakirələr İslamın ilk günlərindən belə məlum idi. Kişilərə aidiyyəti yox idi. O ki, deyirlər, İslam qadınları heç nə qoymur, oxumağa zada qoymur. Xeyr, kim deyib? Yalandır. Bu hadisədən görür ki, ikinci məsələ bundan ibarətdir ki, xanım Fatimə Zəhra salamullah əleyha o az yaşı ilə belə Mədinə şəhərində rivayətin o gedişatından məlum olur. Hətta qeyri-müsəlmanların içində elmi cəhətdən məşhur idi. Və ədalətli hökm verməsinə hamı inanırdı bunun. Qeyri-müsəlman, müsəlman qadını ilə onun yanına gəlməsi mənası budur ki, baxmayaraq bu müsəlmandır, bizim dindən deyil, bizim əqidədən deyil, amma həmişə ədalətlə hökm edir. Bir cəmiyyətdə ədalətlə hökm vermək varsa, o cəmiyyət həmişə nəfəs alacaq, sağlam cəmiyyət. Bir cəmiyyətdə ki, ədalətdən əsər əlamət olmayacaq, o ölmüş bir cəsədə bənzəyir, ya komaya düşmüş, şoka düşmüş bir bədənə bənzəyir ki, boş nəfəs alır. Həqiqətdə canlı döyür. İndi diqqət edin.
Xanım Fatimə Salamullah Aleyhanın yanına gəlirlər hər ikisi. Hər ikisi sözünü deyəndən sonra nəinki xanım Fatimə Zəhra bu müsəlman qadınıdır, onu müdafiə edir. Görürsən, orada rivayətdə o gəlmədi. Nə gəlir? Onun dediyi həqiqət olduğunu bildi, amma necə demədi hələ bu həqiqətdir. Elmi dəlillərlə, elmi sübutlarla sübut eləyərək deyir ki, bunun dediyi bu dəlillərə görə düzdür. Nəinki müsəlmandır, nəinki düz sözdür, belə tək bunu ilə kifayətlənir. Xeyr, bu düzdür bu dəlillər əsasən. Yəni, dəlilin var, dəlilin yox. Bu da məlum. Və əcib məsələ budur ki, o İmam Həsən Əskər əleyhissalam ki, rivayətin əlavəsində ardınca buyurur ki, bu səvab ki verildi xanıma, hətta bu səvab alimlərə. Məlum olur, alimlər həmişə meydanda olmalıdırlar və həmişə alimlər İslamın müdafiəsində elmi cəhətdən dayanmalıdırlar. Müsəlmanları bir əskərlərimiz var ki, bizim vətənimizi qoruyur. Bir alimlərimiz var ki, bizi dinimizi qoruyur. Başqa dini hücumlardan. Bu millətin dinini qoruyur. Məlum oldu. Və on düzgün düşünmə tərzinə görə qoruyur, mühafizə edirlər. Düzgün təfəkkür tərzinin qorunmasına görə mühafizə edirlər milləti. Bunları bu alimlərin işi, hətta o şəhadət yolu üçün, şəhidlik yolu üçün gedən bizim əskər balalarımızdan heç də Allah yanında qiymətləri azdır ki, ona görə ki, alimin mürəkkəbi qiymətlidir, şəhidin qanından deyilir. Və diqqət edin məsələyə, buyurur, mümini dəlil yolu ilə mümini sevindirir, İslamın müqabilində dayananları neyəyə? Onları təslim olmağa vadar edər elmi cəhənnəm. O səvablar ki, nə verilir? Həmin bu şəxsə də verilir. Amma nə vasitəsilə? Elmi dəlil getirmək, sübut getirmək yolu ilə. Nə kör-körana və təəssüb keşliklə. Elə bilən bu qədər bunu kifayət edər. Vəlhamdülillahi Rabbil aləmin. Və sallallahu ala seyyidina Muhammedin və əhl-i beytəhət tahirin.